Kərbala ziyarətindən sonra məndə bu xidmətin o yanğısını anladım. Bambaşqa bir səviyyəyə gəldi. Səbirli olmağı da öyrəndik. Yəni İmam Hüseyn əleyhissalamın ziyarətində hər zaman etdiyimiz dualar, bu əllər İmam Hüseynin zərhinə toxunub. İnşallah xəstəmiz fayda görəcəkdir. O bir daxili bir inam, yəni ki, daxili bir duruş. Bunlar hamısı Kərbaladan sonra baş verdi. Məsələn, bəzən olur ki, yoruluruq, mental yoruluruq. Bəzən xəstəyə, xəstə yaxınlarına izah edirsən, eyni izah etdiyin halda eyni sualı 5 dəfə təkrarlayır. Əsəbləşəndə Kərbala da İmam Hüseyn əleyhissalamın və səhabələrinin duruşu, ondan sonra bu Ərbəyin yolunda xidmətlər, bu insanın göz önünə gəldikdən sonra istər-istəməz yumuşalırsan, dəyişirsən.